Salam dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Biz yenidən Dövlət İmtahan Mərkəzinin ikinci qruplar üçün coğrafiya fənnindən qəbul imtahanı modelinə uyğun sınaqların ikinci sınağını bugün izah edəcəyik. İkinci sınaq. Vaxt itirmədən başlayaq sualların izahına. Birinci sual. Yerli vaxta əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edin. Deməli, bizə A məntəqəsi verilir. A məntəqəsi 15, A məntəqəsində saat 15:40. Deməli, və 30 dərəcə şərq uzunluğunda yerləşir A məntəqəsi. Bu zaman bizdən B və C məntəqələrinin yerləşdiyi coğrafi uzunluqların müəyyən olunması tapşırılır. Deməli, ilk öncə dəyərli dostlar, biz B məntəqəsini tapaq. B məntəqəsinin coğrafi uzunluğunu tapmaq üçün nə edərik? A və B məntəqələrində olan saatlar bizə məlumdur. Bunların fərqini taparıq və bu fərqin neçə dərəcə etdiyini taparıq. Daha sonra isə digər istiqamətdə məsələmizi həll etməyə çalışarıq. Gəlin ilk öncə bu saatlar arasında fərqi tapaq. Baxın, 15:40, 20:20. Bunların arasında 4 saat 40 dəqiqə fərq olacaq. Düzdürmü? Və biz necə tapırdıq dərəcə ilə saatın tapılması? 1 saatımız neçə dərəcə idi? 15 dərəcə. 1 saatımız 15 dərəcədirsə, bunları gəlin ayrı-ayrı hesablayaq. Birinci 4 saatı, sonra 40 dəqiqəni. Belə daha rahatdır. 4 saatımız neçə dərəcə olacaq? 4-ü vurarıq 15-ə, 60 dərəcə. Bu bizim 4 saatımızdır. Bəs yaxşı, 40 dəqiqə neçə dərəcə olacaq? Biz 1 dəqiqənin 4 dərəcə olduğunu, daha doğrusu 1 dərəcənin 4 dəqiqə olduğunu bilirik. Əgər 1 dərəcə 4 dəqiqədirsə, 40 dəqiqəmiz olacaq x dərəcə. Və biz bu tənasübü də həll etsək, 40-ı bölərik 4-ə, o da edər 10 dərəcə. Deməli, 60 dərəcə plus 10 dərəcə, yəni 70 dərəcə. 70 dərəcə. Deməli, 4 saat 40 dəqiqə 70 dərəcə edir. Yəni, A məntəqəsi ilə B məntəqəsi arasında 70 dərəcə fərq var. A məntəqəsi 30 dərəcə şərq uzunluğunda yerləşirsə, B məntəqəsi ondan 70 dərəcə şərqdə yerləşirsə, B məntəqəsi olacaq 100 dərəcə şərq uzunluğunda. B məntəqəsini tapdıq. Bəs C məntəqəsi, baxın, B ilə C-nin arasındakı fərqi tapaq indi. 20-20 B-dədir, 21-00 C-dədir. Bunların arasında 40 dəqiqə vaxt olacaq. Və 40 dəqiqəni də hesabladıq ki, 10 dərəcə edir. C isə B-dən şərqdədir və 100 dərəcə şərq uzunluğunun üzərinə 10 dərəcəni də əlavə edərik. C məntəqəsi də olar 110 dərəcə şərq uzunluğu. Baxırıq, B məntəqəsi, birinci məntəqə 100 dərəcə şərq uzunluğu, baxın, ikinci məntəqə isə 110 dərəcə şərq uzunluğu. Düzgün cavab B variantı. Keçək ikinci suala. İkinci sualda qeyd olunur ki, sxemə əsasən yanlış bəndi müəyyən edin. Sxemdə A, B, C, D, Y və F məntəqələri coğrafi koordinatları verilir. Və gəlin biz yanlış bənd hansıdır müəyyən edək. A məntəqəsi, baxın, baxırıq A məntəqəsi 20 dərəcə qərb uzunluğundadır. Yazılıb ki, A məntəqəsi 23-cü saat qurşağında yerləşir. Bəli. 20 dərəcə qərb uzunluğundadırsa, bunun orta meridianı olacaq 15 dərəcə qərb uzunluğu və 23-cü saat qurşağında yerləşir. Tamamilə düzgündür. B-də qeyd olunur ki, D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtından 2 saat 40 dəqiqə irəlidədir. İlk öncə onu qeyd edək ki, həqiqətən də D məntəqəsi C-dən şərqdə olduğu üçün onun yerli vaxtı daha irəlidə olacaq. İlgən hesablayaq. D məntəqəsi 20 dərəcə qərb uzunluğunda, C məntəqəsi 60 dərəcə qərb uzunluğunda yerləşir. Bunların fərqi olacaq 40 dərəcə. Düzdürmü? Və gəlin görək 40 dərəcəmiz neçə saat edəcək. Biz buradan daha rahat şəkildə tapmaq üçün bundan kiçik 15-ə tam bölünən hansıdır? 30. Və 30 neçə saat olar? 2 saat. Baxın, bunun ən rahat üsulu bu şəkildədir. Əgər bu 15-ə özü tam bölünmürsə, bundan kiçik 15-ə tam bölünəni tapırıq 30. Və yerdə qalır 10 dərəcə. 10 dərəcəmizi necə taparıq? Baxın, birinci misalda dedik. Bunun əksini, yəni onu vurarıq 4-ə. Çünki 1 dərəcəmiz
4 dəqiqə edir. Onu 4-ə vurarıq, bu da edər 40 dəqiqə. Yəni 2 saat 40 dəqiqə. Bəli, burada da 2 saat 40 dəqiqə qeyd olunub. Deməli, B də düzgündür. Bunu da çıxırıq, bunu da çıxırıq. Bu düzgündür bunlar. Bizdən isə yanlışı istəyir. C-də isə qeyd olunur ki, 23 sentyabrda C və D məntəqələrinə günəş şüaları fərqli bucaq altında düşür. Baxaq. C məntəqəsi 15 dərəcə cənub enliyi, D məntəqəsi 15 dərəcə şimal enliyi. 23 sentyabrda günəş ekvator üzərində zenitdə olur. Və hər iki məntəqəyə eyni bucaq altında düşür. Yəni, neçə dərəcə bucaq altında? 75 dərəcə bucaq altında. Çünki ekvatordan bu məntəqələrin hər ikisinin uzaqlığı eynidir. Və beləliklə, C ilə D-yə hər ikisinə 75 dərəcə bucaqla düşür. Deməli, baxın, elə düzgün götürəcəyimiz bənd budur. Çünki bizdə burada deyir ki, fərqli bucaq altında düşür. Xeyr, eyni bucaq altında düşür. D və E-yə də baxaq. D-də deyir 21 martdan 23 sentyabra qədər F məntəqəsində gecənin uzunluğu çox olar. Bəli, çünki bu tarixlərdə günəş şimal yarımkürəsində olacaq. E-də deyir B və E məntəqələrinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından geridədir. Baxırıq, B və E. B və E yerləşir 20 dərəcə şərq uzunluğunda. Bəli, Bakıda yerləşir də 50 dərəcə şərq uzunluğunda. Deməli, bu məntəqələr Bakıdan daha geridə və daha qərbdə yerləşirlər. Bu da düzgündür. Deməli, biz burada yanlış bənd kimi götürməliyik C variantını. Keçək 3-cü suala. 21 mart, 23 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqələr. Biz bilirik ki, günəş 21 martda olur ekvator üzərində. Daha sonra 22 iyunda gəlir şimal tropikinə. Yenidən 23 sentyabrda qayıdır ekvatorda. Yəni, baxın, günəş bu tarixlər ərzində şimal yarımkürəsində olur. Deməli, şimal yarımkürəsində, şimal tropikindən yuxarıda yerləşən ərazilərdə gündüzün uzunluğu daha çox olacaq. Baxın, 1, 2 və 6-cı məntəqələrdə, yəni D bəndi. Əgər bizdən burada gecənin uzunluğunun daha çox olduğunu istəsəydik, biz cənub tropikindən cənub qütb dairəsinə qədər olan ərazilərdə olan məntəqələri götürə bilərdik. Əgər bizdən gündüzün uzunluğunun daha çox olduğu məntəqələri istəyirsə, təbii ki, biz daha şimalda olan məntəqələri götürməliyik. Çünki günəş şimal yarımkürəsində 22 iyunda şimal tropikində zenitdə olur. 4-cü sual. Yer planeti yarandığı ilk vaxtlarda onun səthinə çoxlu asteroidlər və meteoroidlər düşməsinin səbəbi. Dəyərli dostlar, biz qeyd etməliyik ki, yer planeti yeni yarandığı zaman onun maqnetizminin zəif olması səthinə çoxlu iri asteroid və meteoroidlərin düşməsinə səbəb olurdu. Baxın, D bəndi. Digər variantlara baxaq. Yerin kütləsinin az olması. Xeyr, heç bir aidiyyatı yoxdur. Yerin günəş ətrafında fırlanma sürətinin az olması. Xeyr. Yer qabığının formalaşması. Aidiyyatı yoxdur. Yerin günəşdən uzaq məsafədə yerləşməsi. Eyni məsafədə nə fərq var? Deməli, baxın, maqnetizmin zəif olması buna səbəb olmuşdur. Düzgün cavab D bəndi. Euler-Venn diaqramına 5-ci sual. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxırıq, şimal qütb dairəsi, cənub qütb dairəsi. 1. 3 qitəni kəsib keçir. Aha. Şimal qütb dairəsi Asiya, Avropa və Şimali Amerikanı kəsib keçir. Cənub qütb dairəsi isə deməli, xeyr, cənub qütb dairəsi Amerikanı kəsib keçir. Xeyr, ümumiyyətlə Amerikanı da kəsib keçmir. Cənub qütb dairəsi təkcə Antarktidanı kəsib keçir. Onun üçün şimal qütb dairəsi, bəli, 3 qitəni kəsib keçdiyi üçün baxın, biri burada götürülür. 2. 60-70 cənub enlikləri arasında yerləşir. Bu, təbii ki, cənub qütb dairəsi olacaq. 3. Yay gündönümü günü qütb gündüzü müşahidə olunur. Bu, şimal qütb dairəsi üçün olacaq. Günəş şimal yarımkürəsində, şimal qütb dairəsində zenitdə olanda, şimal qütb dairəsində qütb gündüzü olur. 4. Yaz gecə gündüz bərabərliyi günü günəş şüaları 23,5 dərəcə bucaq altında düşür. Deməli, dəyərli dostlar, bu zaman günəş ekvator üzərində zenitdə olur. Əgər ekvator üzərində günəş zenitdədirsə, bu məntəqələrin hər ikisi ilə arasında məsafə eyni olacaq. Deməli, hər ikisinə eyni bucaq altında düşəcək. Yəni, 23,5 dərəcə. Deməli, bu hər ikisinə aid olan oxşar cəhətdir. 5-də isə qış gündönümü günü günəş şüaları 47 dərəcə bucaq altında düşür. Təbii ki, bu da olacaq cənub qütb dairəsi. Biz bunu rahat şəkildə hesablaya bilərik. Qış gündönümü günü günəş 23,5 dərəcə cənub tropikində olur. Cənub qütb dairəsi isə 66,5 dərəcə cənub enliyindədir. Biz 66,5 çıxarıq 23,5.
olar 43 və 90-dan da 43 çıxarıq, qalar 47. Bu da aid olacaq cənub qütb dairəsinə. 1, 1, 3, 2, 2, 5, 3, 4. Yəni, baxın, C bəndi düzgündür. 6. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti. Dəyərli dostlar, bunu bir mənalı olaraq yadımızda saxlayaq ki, yerdə həyatın əmələ gəlməsinin ilkin şərti yer və günəş arasında olan münasib vəziyyətdir. Yerlə və günəş arasında, baxın, məsafənin münasib olması. Yəni, E bəndi düzgün cavabdır. Torpaq örtüyünə malik olması, yerdə tektonik hərəkətlər, qaz tərkibi, meşələrin yaranması bunlar ilkin şərt deyil. 7-ci sual. A məntəqəsində 10 şimal enliyi 130 qərb uzunluğu. Cismin kölgəsi olmadığı zaman Bakı şəhərində saat neçə olur? Deməli, dəyərli dostlar, baxın, məntəqəmiz 130 dərəcə qərb uzunluğundadır və deyir cismin kölgəsi yoxdur. Deməli, günəş 10 dərəcə şimal enliyində zenitdədir. Bunun bizə hələ ki aidiyyatı yoxdur. Biz əgər saatı tapırıqsa, uzunluğa baxarıq. 130 qərb uzunluğu. Bakı hansı uzunluqda yerləşir? 50 şərq uzunluğu. Bunların arasında fərq nə qədər olar? 180 dərəcə. Nə edərik? 180 dərəcənin neçə saat olduğunu taparıq. Necə taparıq? Bölərik 15-ə. 180-i 15-ə böldüyümüz zaman qalacaq 12 saat. Deməli, bu məntəqələr arasında 12 saat fərq var. Əgər A məntəqəsində, deməli, və əgər A məntəqəsində cismin kölgəsi yoxdursa, deməli, günorta çağıdır. Günəşin zenit vəziyyətidir. Saat 12-dir. Bu zaman Bakıda neçə olar? Bakı bu məntəqədən şərqdə yerləşir. Deməli, Bakıda artıq gecə yarısıdır. Yəni, saat neçə olacaq? Burada 12 olanda Bakıda olacaq 24:00. 24:00. Burada saat 12-dir. Bakı ondan 12 saat irəlidədir. Yəni, 12-ləri toplayırıq, dəyərli dostlar. Bu da edir 24. Yəni, deməli, Bakı bu məntəqədən 12 saat daha irəlidədir. Aydındır, düzgün cavab olacaq A variantı. 8-ci sualda qeyd olunur ki, xəritə sxemdə qeyd edilmiş məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu daha az olacaqdır. Ən cənubda yerləşən məntəqədə. Baxın, çünki 22 iyunda günəş şimal tropikinin üzərində zenitdə olur. Deməli, ən cənubda yerləşən məntəqədə gündüzün uzunluğu daha az olacaq. Baxın, 5-ci məntəqə. Şimal tropikindən ən uzaqdadır. Deməli, burada gündüzün uzunluğu az olacaq, gecənin uzunluğu çox olacaq. Yəni, B variantı düzgündür. 9-da qeyd olunur ki, yerli vaxtı Bakı şəhərindən 8 saat irəlidə olan məntəqənin aid olduğu saat qurşağının orta meridianını tapır. Deməli, dəyərli dostlar, gəlin tapaq 8 saat neçə dərəcədir? Nə edərik? 15 vurulsun 8. Bu da edər neçə? 120. Düzdürmü? Deməli, məntəqəmiz Bakıdan 120 dərəcə şərqdədir. Bakı 50 dərəcədə olduğu üçün bunları toplayırıq. 120-nin üzərinə 50 gəlirik. Bu da edir 170. Deməli, bizim axtardığımız məntəqə 170 dərəcə şərq uzunluğudur. Amma bizə çalışmanın şərtində nə deyir sonda? Orta meridianı, saat qurşağının orta meridianı. Deməli, baxaq görək 170 dərəcə şərq uzunluğu neçənci saat qurşağına düşür. Hesabladığımız zaman, deməli, biz görə bilərik ki, 170-i bölərik 15-ə. Bu da edəcək neçənci saat qurşağı? 11-ci saat qurşağı. Və 11-ci saat qurşağının orta meridianını taparıq. Yəni, 11-i vurarıq 15-ə. Bu da edər 160. 165 dərəcə nə? Şərq uzunluğu. Baxın, uzunluqlara da diqqət etməliyik. 165 dərəcə şərq uzunluğu. Deməli, dəyərli dostlar, necə tapdıq biz bu sualda düzgün variantı? İlk öncə 170 dərəcə qərb uzunluğunu tapdıq. Və 170 dərəcə qərb uzunluğunu nə edirik? Bölürük 15-ə. Bu düşür 11-ci saat qurşağına. Və 11-ci saat qurşağının da orta meridianı tapmaq üçün 11-i vurarıq 15-ə. Bu da edər 165 dərəcə. Hansı uzunluq? Təbii ki, şərq uzunluğu. Çünki Bakı şəhərindən 8 saat irəlidədirsə, bu deməli 11 saat, deməli, Bakı şəhərindən deməli 8 saat irəlidədirsə, deməli, bəli, bu 11-ci saat qurşağında yerləşir. Çünki Bakı 3-cü saat qurşağındadır. 8 saat irəlidədirsə, bu da deməli 11-ci saat qurşağında yerləşir. Bunu bu şəkildə də rahat yolla düzgün cavab olaraq tapa bilərik.
10-cu sualda qeyd olunur ki, A məntəqəsi 20-ci saatlıq uşağının orta meridianından 20 dərəcə qərbdə olarsa, onun yerləşdiyi saatlıq uşağının sərhədlərini müəyyən edin. 20-ci saatlıq uşağının orta meridianını tapaq, dəyərli dostlar. Necə taparıq? 20-ci saatlıq uşağı. Baxın, bunun ən rahat yolu bu şəkildədir. 24-cü saatlıq uşağı ilə 20-ci saatlıq uşağı arasında nə qədər fərq var? 4 saatlıq uşağı fərq var. Biz şərq uzunluğunda 4 saatlıq uşağını tapmaq üçün nə edərdik? 15-i vurmalıydıq 4-ə. Bu da eləyərdi 60 dərəcə şərq uzunluğu. Aha. Və biz bunu keçirdək qərbə. Deməli, 60 dərəcə qərb uzunluğu da 20-ci saatlıq uşağının orta meridianıdır. Və bizə deyir ki, bu orta meridiandan 20 dərəcədə qərbdə yerləşir A məntəqəsi. Deməli, yerləşir 80 dərəcə qərb uzunluğunda. Onun yerləşdiyi saatlıq uşağının sərhədlərini müəyyən edin. 80 dərəcə deməli, qərb uzunluğu neçənci saatlıq uşağında yerləşəcək? 80 dərəcə qərb uzunluğu. Bölərik 15-ə. Qalacaq, deməli, neçə? 5. Bax, 15-ə böldüyümüz zaman qalacaq 5, 75. Qalıq da 7,5-dən kiçik olduğu üçün olduğu kimi qalır. Deməli, orta meridian 75-dir. 75-in sərhədlərini tapmaq üçün nə edərik? Toplayarıq 7,5-i bunun üzərinə və 7,5-i bundan çıxarıq. Niyə? Çünki 15-in yarısı 7,5-dir. Yəni, bunun orta meridianından şərqə də 7,5, qərbə də 7,5 dərəcə gedir. Biz bunu çıxdığımız zaman bu da qalacaq 67,5 şərq uzunluğu, daha doğrusu qərb uzunluğu, baxın, diqqət edək, çünki qərbdəyik biz. Və 82,5 qərb uzunluğu. Yəni, düzgün cavab variantımız olacaq E bəndi. Keçək 17-yə. Daha doğrusu, baxın, 10-cu sualda, 11-ci suala keçək. Burada testlərin yeri qarışıq verilib. Aha. Yerin sxemdəki vəziyyətinə əsasən doğru ifadələri müəyyən edin. Dəyərli dostlar, biz bu sxemdəki vəziyyətə baxsaq, Günəş şimal yarımkürəsində zenitdədir. Yəni, yay gün dönümüdür. Günəş şimal tropikində zenitdədir. Cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Bəli, yay gün dönümündə cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Deməli, bu bizə nə deyir? Doğru ifadələri müəyyən edin. Deməli, bu düzgündür. Şimal yarımkürəsində ən qısa gündüz xeyr. Şimal yarımkürəsində ən uzun gündüz olar. Günəş cənub enliyində xeyr. Günəş şimal enliyində 23,5 zenitdə olur. Baxın, 2-ni 3-ü çıxarır. 2-ni 3-ü, 2-ni 3-ü. Aha. Baxın, elə düzgün cavabımız çıxır. 1, 4, 6. Gəlin 4, 6-ya da baxaq. 66,5 şimal enliyindən şimalda qütb gündüzləri müşahidə olunur əlbəttə. Günəş şüaları Bakıya, bəli, maksimum bucaq altında 73,5 dərəcə bucaq altında düşür. 5-də isə deyir, cənub yarımkürəsində yaydır. Xeyr, cənub yarımkürəsində qışdır. Şimal yarımkürəsində yaydır. Düzgün cavab 1, 4, 6. Biz burada nə etməliyik? Günəşin vəziyyətinə əsasən hansı deməli, fəslin olduğunu tapmalıyıq. Yəni, hansı deməli, günəşin harada zenitdə olduğunu tapmalıyıq. Və bu vəziyyətə əsasən şimal yarımkürəsi daha çox işıqlandığı üçün Günəş şimal tropiki üzərində zenitdədir. Yəni, yay gün dönümü günüdür. Daha sonra isə verilən xüsusiyyətlər rahat şəkildə tapılır. 12-ci suala baxsaq görərik ki, qeyd olunur, diaqrama əsasən cismin yerləşdiyi coğrafi enliyi müəyyən edin. Aha, baxın, deməli, cismin kölgəsi ən uzun 22 iyun, ən qısa isə, baxın, 22 dekabrda kölgə yoxdur. Deməli, Günəş harda zenitdədir? 22 dekabrda Günəş harda zenitdə olur? Təbii ki, cənub tropikində. Və bu zaman ən uzun kölgə harda olur? Baxın, 22 iyunda, yəni şimal tropikində. Onun üçün biz götürməliyik 23,5 cənub enliyi. Düzgün cavab D bəndi. 13-cü sualda qeyd olunur ki, xəritə sxemi əsasən qütb gecə və gündüzlərinin müşahidə olunduğu məntəqələri müəyyən edin. Baxın, ən şimalda, ən cənubda yerləşən məntəqələr, baxın, H məntəqəsi olar, daha sonra Y məntəqəsi olar burada və C məntəqəsi olur.
H, Y və C. A bəndi düzgün cavab variantıdır. 14-cü sualda isə qeyd olunur, müxtəlif məntəqələrdə eyni anda günəşin üfüqdə vəziyyətinə əsasən daha qərbdə yerləşən məntəqəni müəyyən edin. Bu da çox deməli rahat suallardan biridir. Həmçinin bu suala dim toplusunda da biz rast gələ bilərik. Burada düzgün cavab olacaq. Deməli, günəşin, baxın, vəziyyətinə əsasən şərqə daha yaxın olanı daha yaxşı yadda saxlamaq üçün belə götürək. Şərqə daha yaxın olan şəkli biz götürürük, günəşin daha qərbdə yerləşdiyi vəziyyətə uyğun. Əgər bizdən əksinə daha şərqdə yerləşdiyi məntəqəni desəydi, biz götürərdik hansını? Baxın bunu. Aydındır. Onun üçün biz burada 14-cü sualda düzgün cavab götürməliyik. 4-cü deməli, sxemi, şəkili. Yəni C bəndi. 15-ci sualda qeyd olunur ki, başlanğıc meridianından 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələrin aid olduğu saat qurşaqlarını müvafiq olaraq müəyyən edin. Baxın, başlanğıc meridian 0-cı saat qurşağıdır. 27 dərəcə biz şərqə və qərbə getsək, 2 saat qurşağı şərqə və qərbə getmiş olarıq. Çünki baxın, biz 27, bunu ayırsaq 27 dərəcəni, içində bir 15 dərəcə qalır. Bu 1 saat və 15 ilə 27-nin arasında isə artıq 12 qalır. Və bu da 7,5-dən böyükdür. Deməli, bu da 1 saat qurşağıdır. Aydındır. Onun üçün biz bunu 2 saat qurşağı kimi götürək. Və başlanğıc meridianından 2 saat şərqə, yəni 2-ci saat qurşağı və 2 saat qərbə. Yəni 24-dən də çıxarıq 2-ni, 24-cü saat qurşağını taparıq. Düzgün cavab E bəndi. 16. Hansı ərazilərdə maqnit anomaliyası müşahidə olunur? Dəyərli dostlar, biz qeyd edirik ki, maqnit anomaliyası dəmir filizi yataqlarının olduğu ərazilərdə daha geniş yayılır. Biz bunu Azərbaycanda da daş kəsəni misal çəkirdik. Dünyada da dəmir filizi yataqlarının geniş yayıldığı əraziləri. Deməli, düzgün cavab olacaq C variantı. Keçək 17-ci suala. 17-ci sualda qeyd olunur ki, qütb parıltısı necə yaranır? Biz qütb parıltısının yaranmasını qeyd edirdik ki, baxın, günəş küləyi, günəş ləkələri, maqnit qasırğaları, həmin mövzuları yada salın. Biz qeyd edirdik ki, günəş küləyi yer atmosferinə daxil olur və atmosferin yuxarı hissəsində təxminən termosferlə toqquşur və qütb parıltıları əmələ gəlir. Baxaq, B variantına baxaq. Günəş küləyinin elektrik yüklü hissəciklərinin yerin atmosferinin yuxarı hissələri ilə toqquşması nəticəsində yaranır. Bəli, tamamilə düzgündür. Günəş küləyinin atmosferlə, termosferlə toqquşmasından yaranır. Qütb parıltıları əsasən termosferdə müşahidə edilir. Düzgün cavab 17-də B bəndi. 18. Günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürəsində müşahidə olunan fəsilləri müşahidə edin. Müəyyən edin. Baxın, dəyərli dostlar, günəş ən yuxarıdadırsa bu yaydır. Yəni, bir yaydır. Baxın, ya A olacaq, ya da Y olacaq. Günəş ən aşağıdadırsa bu qışdır. Baxın, 3 qış. Təbii ki, 2 dənə olacaq, yaz olacaq. Düzgün cavabımız E bəndi. 19-cu sualda qeyd olunur ki, 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə bucaq altında düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. Aha. Deməli, dəyərli dostlar, 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə bucaq altında düşür. Günəş hansı enlikdə, zenitdə olacaq? Biz bunu tapmaq üçün nə edərik? Baxın, deməli, günəş şüalarının neçə dərəcə bucaq altında düşdüyünü qeyd edir? 76,5 dərəcə. Düzdürmü? 76,5 dərəcəni çıxarıq enliyi. Baxın, düsturumuz bu cür idi. Enliyi çıxarıq. Taparıq neçə? 66,5. Baxın, bunun əslində daha düzgün yazılışı bu şəkildədir. 90 minus 76,5. Yəni, günəşin neçə dərəcə bucaq altında düşdüyü dərəcə çıxılsın enlik bərabərdir. Və 90-dan yenidən çıxarıq. 76,5-dən 10 çıxanda 66,5 qalacaq. 90-dan da 66,5-i çıxanda
qalacaq 23,5. Şimal yoxsa cənub? Təbii ki, cənub. Çünki bax 10 dərəcə cənub enliyindədir. Əgər 10 dərəcə cənub enliyində Günəş 76,5 dərəcə bucaqla düşürsə, deməli buna daha yaxın ərazidir. Və biz bunu götürməliyik 23,5 cənub enliyi. A bəndi. 20-ci sualda qeyd olunur ki, tropik işıqlanma qurşağının cənub sərhəddi ilə Bakı şəhəri arasında məsafəni hesablayın. Dəyərli dostlar, biz burada tropik işıqlanma qurşaqlarının sərhədlərini bilməliyik. Biz bilirik ki, bir saniyə, bu səliqəsiz düşdü. Yenidən çəkək. Aha, biz bilirik ki, 5 işıqlanma qurşağı ayrılır. Onlar hansılar idi? Deməli, tropik işıqlanma qurşağı tropiklər arasında. Mülayim işıqlanma qurşağı şimal tropiki ilə şimal qütb dairəsi arasında. Şimal mülayim, cənub qütbü ilə cənub qütb dairəsi ilə cənub tropiki arasında. Cənub deməli mülayim işıqlanma qurşağı və qütb işıqlanma qurşağı şimalda və cənubda. İndi bizdən istəyir ki, tropik işıqlanma qurşağının cənub sərhəddi ilə, yəni cənub tropiki ilə, yəni 23,5 cənub enliyi ilə Bakı şəhəri arasında, yəni 40 dərəcə şimal enliyi arasında olan deməli məsafəni hesablayaq. Nə edərik? Bunları toplayarıq. Topladığımız zaman neçə edəcək? 40 toplansın 23,5. Edəcək 63,5. Və biz 63,5 dərəcəni necə çevirərik kilometrə? Təbii ki, eyni meridian üzərində olduğu üçün vurarıq 111-ə. Vurmalıyıq 111-ə. Və 63,5-i də 111-ə vurduğumuz zaman edəcək 7048,5 kilometr. Düzgün cavab E bəndi. Çox rahat sualdır. Biz işıqlanma qurşaqlarının sərhədlərini bilməliyik. Daha sonra isə məsafəni, dərəcəni kilometrə çevirmək daha rahat məsələdir. 21-ci sualda qeyd olunur. Sxemdə qeyd edilmiş A məntəqəsində A məntəqəsi, baxın 160 dərəcə deməli şərq uzunluğu. A məntəqəsində 4 oktyabr saat 19:20 olarsa, B məntəqəsində hansı gün və saat neçə olar? Deməli, baxın, dəyərli dostlar, B məntəqəsi artıq 170 qərb uzunluğundadır. Deməli, B məntəqəsi A məntəqəsindən daha geridədir. Niyə? Çünki baxın, 180 dərəcəni keçmişik. 180 dərəcəlik meridian necə adlanırdı? Beynəlxalq təqvim dəyişmə, deməli, meridianı. Onun üçün biz bir gün geri gedirik. Yəni, bu olacaq artıq 3 oktyabr. Baxın, 4 oktyabrları çıxırıq. Bu artıq olacaq 3 oktyabr. Deməli, bir gün bundan daha nədir? Geridədir. Və deməli, bunların arasında baxın, 160, 180, 20, 30 dərəcə fərq var. Və bizim 30 dərəcəmizdə neçə saat edər? 30-u bölərik neçəyə? 15-ə. Çox rahat. Bu da edər 2 saat. Düzdürmü? Deməli, 19:20 olarsa A-da, B-də olacaq 2 saatı da bunun üzərinə gələrik. Burada olacaq 21:20. 21:20. Və bir gün geridə, yəni 3 oktyabrda. Baxın, düzgün cavab C bəndi. Bu tipli məsələlərdə diqqət edin. Əgər biz 180-i keçiriksə, şərqdən qərbə keçiriksə, bir gün geri gedirik. Qərbdən şərqə keçiriksə, bir gün irəli getməliyik. Çünki 180 dərəcəlik meridian beynəlxalq təqvim dəyişmə xətti hesab edilir. 22-ci suala keçək. Qeyd olunur ki, xəritə sxemdə qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqlarını və məntəqələr arasındakı yerli vaxt fərqini müəyyən edin. Baxın, B məntəqəsi yerləşir 60 dərəcə şərq uzunluğunda. 60 dərəcə şərq uzunluğunda yerləşən məntəqə hansı saat qurşağında yerləşər? Nə edərik? 60-ı bölərik 15-ə. Bu da edəcək hansı saat qurşağı? 4-cü saat qurşağı. A məntəqəsi isə yerləşir. Bu da 60 qərb uzunluğundadır. Baxın, eyni uzunluqlardır. Deməli, A-nın saat qurşağını necə taparıq? 60 dərəcəlik qərb uzunluğunu. Baxın, 24-dən 4-ü çıxarıq. Bu da qalar 20. Deməli,
A məntəqəsi 20-ci, B məntəqəsi 4-cü saat qurşağındadır. Bunların arasında da təbii ki 8 saat olacaq. Baxın 60, 60, 120, 120 də 15-ə böldüyümüz zaman edəcək 8 saat. 20, 20-ci saat qurşağı, A 4-cü saat qurşağı, B və aralarındakı vaxt fərqi də olacaq 8 saat. Düzgün cavab olacaq A bəndi. 23-cü sualda qeyd olunur ki, qış gündönümü günü 30 dərəcə şimal enliyinə günəş şüaları neçə dərəcə bucaq altında düşər? Qış gündönümü günü, dəyərli dostlar, biz bilirik ki, günəş 23,5 cənub enliyində zenitdə olur, düzdürmü? Bu zaman deyir ki, 30 dərəcə şimal enliyinə günəş şüaları neçə dərəcə bucaq altında düşər? Fərqli yarımkürələrdə olanda məntəqələr nə edirdik? Enliyi ilə toplayırdıq günəşin zenitdə olduğu enliyi. 23,5 toplayaq 30. Bu da edəcək neçə? 53,5. Və nə edərik daha sonra? Çünki baxın burada yadda saxlayın. Hər zaman 90, yəni günəşin maksimum bucaqla düşdüyü dərəcə minus bu şəkildə olur. Eyni yarımkürədə olanda çıxırıq, fərqli yarımkürələrdə olanda toplayırıq. 90-dan da 53,5 çıxanda qalacaq 36,5 dərəcə. Deməli, günəş cənub tropikində zenitdə olarsa, 30 dərəcə şimal enliyinə 36,5 bucaq altında, 36,5 dərəcə bucaq altında düşəcək. 24-cü suala baxaq. Mülayim işıqlanma qurşağında yerləşən ölkələr. Baxın, bu artıq ikinci işıqlanma qurşağı ilə bağlı olan sualdır. Bir daha çəkirəm, baxın, yer kürəsini. Bir daha qeyd edirəm, baxın, bu ekvator olsun. Bu şimal tropiki, bu cənub tropiki, bu şimal qütb dairəsi, bu da cənub qütb dairəsi. Tropiklərin arasındakı məsafə olacaq tropik işıqlanma qurşağı. Tropiklə qütb dairələrin arasında olan ərazilər olacaq, deməli, mülayim işıqlanma qurşağı, şimal və cənub. Qütb dairələri ilə qütblər arasında olan ərazilər isə qütb işıqlanma qurşaqları, şimal və cənub. Və bizə deyir ki, mülayim işıqlanma qurşağında yerləşən ölkələri müəyyən edin. Bu, şimal mülayim də ola bilər, cənub mülayim də. Baxaq. Deməli, Niger. Niger tropik işıqlanma qurşağında yerləşəcək. Baxın, xəritəyə diqqətlə baxsaq, Niger Afrikadadır və tropik işıqlanma qurşağındadır. Çıxırıq. Türkiyə, bəli, Türkiyə 23,5 ilə 66,5 şimal enliklərinin arasında. Yəni, təxminən Bakı ilə eyni. Deməli, enlikdə, yəni 40 dərəcə şimal enliyi ətrafında yerləşir. Onun üçün biz Bakını götürək, daha doğrusu Türkiyəni götürərik. Daha sonra Monqolistan. Bəli, Monqolistan da mülayim işıqlanma qurşağında yerləşir. Biz burada siyasi xəritədə ölkələrin yerini bilməliyik. Peru. Peruya baxsaq, Peru yerləşir tropik işıqlanma qurşağında, Panama yerləşir tropik işıqlanma qurşağında, Argentina isə cənub mülayim işıqlanma qurşağında yerləşir. Yəni, mülayim işıqlanma qurşağında. Düzgün cavablar 1, 2 və 6. 1, 2 və 6. Biz bunları bilmək üçün ilk öncə işıqlanma qurşaqlarının sərhəddini bilməliyik. Daha sonra dünyanın siyasi xəritəsini yaxşı bilməliyik və bunları uyğunlaşdırıb düzgün cavabı tapa bilərik. Bu da rahat suallardan biridir. Sadəcə xəritə birliyinin daha çox olması önəmlidir. 25-ci sualda qeyd olunur qütb ulduzunun müşahidə olunduğu ərazilər. Dəyərli dostlar, qütb ulduzu hər zaman şimal yarımkürəsində olur. Cənubda olan əraziləri çıxırıq. Madaqaskar çıxdıq. Xəzəryanov olar. Siciliya adası olar. Böyük Sarıcı dağları cənub yarımkürəsində çıxırıq. Ornoko ovalığı şimal yarımkürəsindədir. Olar. La Plata cənub yarımkürəsində çıxır. Deməli, 2, 3 və 5. Çünki bu ərazilər şimal yarımkürəsindədir. Qütb ulduzu da hər zaman şimal yarımkürəsində görsənir. Onun üçün biz burada götürməliyik 2, 3 və 5-ci deməli variantları. Diqqətlə baxaq 26-cı suala. Artıq sualların sonuna doğru yaxınlaşırıq. 26-cı sualda qeyd olunur ki,
Qütb gündüzlərinin müşahidə olunduğu ərazilər. Deməli, dəyərli dostlar, biz qütb gündüzlərinin müşahidə olunduğu ərazilərə hansı ərazilər deyirdik? Qütb dairələrindən daha şimalda olan ərazilər. Baxın, Novosibir adaları, bəli, Şimal Buzlu okeanında, Şimal qütb dairəsindən daha şimaldadır. Viktoriya adası, eynən həmin ərazidədir. Antarktida materiki, bəli, cənub yarımkürəsində, cənub qütb dairəsindən daha cənubda. Burada qütb gündüzləri müşahidə edilir. Baxaq, Falkland adaları xeyr, Falkland adalarında qütb gecələri, qütb gündüzləri olmaz. Tasmaniya adasında olmaz, Newfoundland adasında olmaz. Çünki bunlar deməli, qütb dairələrinin kənarlarında yerləşir. Qütb dairələri ilə qütblər arasında yerləşmir. Biz qütb gündüzlərinin və yaxud qütb gecələrinin müşahidə olunduğu əraziləri ancaq hansı ərazilər götürə bilərik? Deməli, qütb dairələri ilə qütblər arasında olan əraziləri. Onun üçün biz 26-cı sualda götürməliyik 1-i, 2-ni və 3-ü. 27-ci sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Uyğunluqda saat qurşaqları var. Biz saat qurşaqlarını uyğunlaşdırmalıyıq coğrafi uzunluqlarla. Baxırıq. Bax, birinci saat qurşağı 4-cü saat qurşağıdır. 4-cü saat qurşağı 60 şəq uzunluğundadır. Bunun sərhədləri düşür 52,5 və 67,5-ə. Baxaq, 65 şəq uzunluğu, aha, tamamilə buna uyğundur. Deməli, baxın, bu olacaq C. 2-də 13-cü saat qurşağı qeyd olunur. 13-cü saat qurşağı olacaq 165 dərəcə. Qərb uzunluğu. Bunun da sərhədləri olacaq 172,5 dərəcə qərb uzunluğu ilə 157,5 dərəcə qərb uzunluğu. Baxın, hər ikisi A və B 170 və 162 qərb uzunluqları uyğun gələcək 2-yə. Yəni A və B. 23-cü saat qurşağında dəyərli dostlar olacaq, deməli, 15 dərəcə qərb uzunluğu olacaq 23-cü saat qurşağı. 15 dərəcə qərb uzunluğuna da hansı uyğun gələr? 18 dərəcə qərb uzunluğu. Baxın, artıq 25 dərəcə qərb uzunluğu uyğun gələr 22-ci saat qurşağına. Onun üçün D-ni ümumiyyətlə götürməliyik. D-ni götürərik 23-cü saat qurşağında, yəni 18 dərəcə qərb uzunluğuna. İndi isə keçək situasiya tipli çalışmalara. Deməli, situasiya suallarımız bu cürdür. Yay gündönümü günü şimal sərhədinə günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlanma qurşağında gündüz uzun, gecə isə qısa olur. İndi biz tapmalıyıq ki, bu hansı ərazidir? Yəni, yay gündönümü günü, yəni günəş yay gündönümü günü hansı ərazidə zenitdə olur? Şimal tropikində. Şimal sərhədinə günəş şüaları 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlanma qurşağında gündüz uzun, gecə isə qısa olur. Deməli, bu ərazimiz elə şimal yarımkürəsindədir. Gündüz uzun, gecə qısadırsa, günəş şimal tropikindədirsə, ərazimiz də şimal ərazisində yerləşir. Baxaq, günəş 23,5 şimal tropikində, şimal enliyində zenitdə olanda 47 dərəcə bucaqla hansı əraziyə düşər? Deməli, biz nə etməliyik bunun üçün? Yenə 47 ilə 23,5-i. Deməli, daha doğrusu 47-dən 23,5-i çıxmalıyıq və yenə 90, baxın düsturumuz bu şəkildədir. 90 çıxılsın, 47,5 çıxılsın, 23,5. Deməli, biz ilk öncə çıxmalıyıq 47,5-dən çıxmalıyıq 23,5-i. Bu edəcək elə 23,5 və 90-dan çıxmalıyıq 23,5-i. Bu da edəcək 66,5. Aha, deməli biz tapdıq nəyi? Şimal qütb dairəsini. Baxın, bunu hesablayanda edir bu 66,5. 66,5 dərəcə. Deməli, məntəqəmiz şimal qütb dairəsidir. Şimal qütb dairəsi də hansı işıqlanma qurşağının sərhədinə uyğun gəlir? Şimal sərhəddi deyir. Şimal mülayim işıqlanma qurşağının şimal sərhəddi. İndi gəlin görək bizdən nə cavabları istəyir. Mətnə əsasən coğrafi enliyi. Coğrafi enliyi dedik ki, olacaq 66,5 şimal enliyi.
Yəni deməli şimal qütb dairəsi və hansı deməli və işıqlanma qurşağının. İşıqlanma qurşağı da olacaq. Hansı işıqlanma qurşağının şimal sərhəddi? Şimal mülayim işıqlanma qurşağının şimal sərhəddi. Yazılar biraz səliqəsiz düşür, amma ümid edirəm ki, başa düşə bilirsiniz. 29-cu sualda isə qeyd olunur ki, mətndə verilmiş işıqlanma qurşağından şimalda və cənubda yerləşən işıqlanma qurşaqlarını müəyyən edin. Baxın, biz artıq 2 dəfə çəkmişik işıqlanma qurşaqlarının şəklini. Şimal mülayim işıqlanma qurşağından şimalda yerləşəcək şimal qütb işıqlanma qurşağı, cənubda yerləşəcək isə hansı? Tropik işıqlanma qurşağı. Aydındır. Biz bunu bir mənalı olaraq yadımızda saxlayaq. İşıqlanma qurşaqlarının hansı ərazilərdə yerləşdiyini. 30-cu sualda qeyd olunur ki, xəritə sxemə əsasən mətndə verilmiş işıqlanma qurşağında yerləşən ölkələri müəyyən edin. Şimal mülayim, dəyərli dostlar, şimal tropiki ilə təxmini çəkirəm. Şimal qütb dairəsi. Hansı ərazilər olacaq? Baxın. 1 olacaq, 3 olacaq və 6 olacaq. Aydın oldu. Deməli, dəyərli dostlar, bu sınağımızda, ikinci sınağımızda da bu suallar qeyd olunmuşdu. Sualları maksimum uyğun şəkildə izah etməyə çalışdıq. Diqqətiniz üçün təşəkkür edirəm.